Bu dünya hiyləgər qadına bənzəyir. Bu dünya özünü elə göstərir ki, sanki sənə aiddir. Amma səndən öncə də neçə insanları arxası ilə aparıb həlak etmişdir. Baxdıqda göz oxşayar, qəlbini özünə çəkər və sənə aid olduğunu göstərər. Halbuki səndən öncə neçə insanları sənin kimi aldadıb həlak etmişdir. Bu dünya bir bağlama. Bu dünya vəfasızdır. Bu dünyada vəfa olmayıb. Bu dünya sənə gülümsəyər. Öncəkilər kimi səni də bu cür aldadıb həlak edər. Bunun üçün dünyadan üz çevir. Muhammed sallallahu aleyhi və səlləm belə buyurur. Mənim dünya ilə nə əlaqəm var? Mənim və dünyanın misalı bir ağacın kölgəsində dincəlib, sonra oranı tərk edən bir səyyahın misalı kimidir. Sələflərdən olan Əli ibn Əbi Talib radiyallahu anhu belə demişdir. Dünya arxasını çevirib gedir. Axirət isə üst tutub gəlir. Siz axirətin övladlarından olun, dünyanın övladlarından olmayın. Ey adam övladı, dünyanı əlində tut, qəlbində tutma. Çünki dünya qanılacaq bir yurt deyil. Keçib gedəcəyin bir yer üçün bir körpüdür. O da axirətdir o yer. Ağıllı insan dünyanın arxası ilə qaçan deyil. O axirətin arxası ilə qaçandır. Və axirət üçün bu dünyanın da bir körpü, bir vasitə edəndir. Bugün fürsət var, sabah isə hesab çəkilmə günüdür.